İsmayıllı rayonunda oğlunun atasını bıçaqlamasının təfərrüatı məlum olub. Hadisə rayonun Talıstan kənd ərazisində küçədə baş verib. Kənd sakini 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzzovun içki düşkünü olduğu deyilir. Məlumata görə Bəhlul Əzzov hər gün içərək küçədə nalayiq hərəkətlər edir, kənd sakinlərini təhqir edirmiş. Sakinlər bu barədə onun oğluna dəfələrlə məlumat versələr də, Bəhlul Əzzov hərəkətlərinə son qoymayıb. Dünən axşam saatlarında Bəhlul Əzzov yeniçkili vəziyyətdə kənd sakinləri ilə yersiz mübahisə edib. Sakinlər bu barədə yenidən onun oğluna məlumat veriblər. Atasının hərəkətlərindən bezən 1994-cü il təvəllüdlü Kənan Əzzov hadisə yerinə gələrək atasını evə aparmaq istəyib. Həmin vaxt ata oğlunu da küçə söyüşləri ilə təhqir edib. Kənan Əzzov özü ilə götürdüyü bıçaqla atasının qarın boşluğu və boğazından xəsarət yetirib. Kənd sakinlərinin köməyi ilə yaralı xəstəxanaya yerləşdirilib əməliyyat olunub. Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kənan Əzzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Burada neçə il yaşayırıq, qonşuyuq. Yəni bunlardan heç bir problem görməmişik. Sakit, mədədən adamlardır, hərəsə öz işində alicin gedən adamdır. Sadəcə olaraq bu hadisə nə cür baş verib, niyə baş verib, adam belə çaşırır. Yəni qabiliyyətli bir uşaqdır, oğlan da. Bəhlul da həmçinin, qonşuyuq neçə illərdir burada, qapı qonşuyuq da. Sakit bir ailədirlər. Yəni bunlardan heç bir narazılığımız yoxdur. İstəmərik ki, nəsə belə bir söz-söhbət olsun. Yəni narazılığımız yoxdur sadəcə olaraq. Mərkəz xəstəxanasına, acil şöbəsinə xəstə daxil olmuşdur. Xəstə ailə münaqişəsi zamanı bıçaqlanma ilə bıçaqlama travması almışdır və daxil olarkən biz onu yoxladıqdan sonra dərhal əməliyyat stoluna götürdük. Təyin olundu ki, onda mədənin ön divarı, arxa divarı, 12 barmaq bağırsaq, qaraciyər, bir də mədəaltı vəz zədələnmişdir. Orqanizmdə olan bir də çox güclü qanaxması var idi. Orqanizmdə olan bütün bu dəyişikliklərin hamısını yerinə yetirdik, düzəltdik. Qanaxmanın mənbəyini tapdıq, tikdik, bağırsaqlar tikildi, qarın boşluğu onunla da bağlandı. İndi xəstənin bu dəqiqənin reanimat şöbəsindədir, keçirdiyi əməliyyata uyğun vəziyyətdədir. Rafiq Həsənov, Elçin Məlikov, Nilufər Qəhrəmanova, İsmayıllı.